Bugün biz migren xəstəliyi haqqında danışacağıq. Mən migren xəstəliyinin səbəbləri və onun müalicə vasitələri barədə qısaca olaraq məlumat vermək istəyirəm. Migren deyəndə bəzi adamlar elə başa düşür ki, hətta bəzi həkimlər elə başa düşür ki, migren xəstəliyi yəni onu terapevtlər, nevropatoloqlar müalicə eləyə bilərlər. Lakin təcrübə göstərir ki, həyat təcrübəsi, tibbi təcrübə göstərir ki, migren xəstəliyini müalicə etmək elə də asan bir məsələ deyil. Və bu çətinlik nədən irəli gəlir? Çətinliyin əsas səbəbi odur ki, xəstəliyin mənşəyinə düzgün qiymət verilmir. Migren, əvvəlan, migren deyəndə biz nə başa düşürük? Migren buna Latın, Yunan terminologiyası ilə hemikraniya deyirlər. Hemikraniya. Hemikraniya, yəni hemi, yarı, kranios, kəllə deməkdir. Kəllənin bir yarısında, yəni loru dildə desək, insanların adi danışıq dilində desək, başın bir yarısında qəfləti baş verən, fikir verin, qəfləti insan durduğu yerdə bizdən başının bir yarısında çox şiddətli, həddindən artıq şiddətli ağrılar yaranır. Bu ağrılar göz almasına, gicgaha, alt çəniyə, qulaq nahiyəsinə irradiasiya edir, yəni yayılır və o qədər güclü olur ki, qusma ilə müşayiət olunur. Yəni bu qusma qoruyucu bir reaksiyadır miqrendə. Çünki insan qusanda onun tənəffüs əzələləri, qarın əzələləri gərginləşir və bu gərginləşmə ötürülür beynin damarlarına reflektor olaraq və beyin damarları boşalır, yığılır, açılır və migrenin səbəbinin əsasında duran o damarlarda olan durğunluq aradan qalxır. Ona görə də təbiət bu xəstəliyi verməklə bərabər insan ölməmək üçün, yəni bu tutma vaxtı ölməmək üçün bu refleksi də onun üçün yaradıb ki, yəni ağrının pik nöqtəsində insan qusur, qusma nəticəsində kəllə daxili təzyiq azalır, beyin damarları boşalır, əsəb sistemi, ümumiyyətlə beyin fəaliyyəti sakitləşir. Yəni qusma aktının özü insanı yorur deyənə, burada müəyyən bir sedasiya, yorğunluq da olur və bunun nəticəsində tutma keçir. Lakin həmin bu qusma aktına qədər insan çox əzab çəkir. Elə olur ki, migren tutması yarım saata qədər, 40 dəqiqəyə qədər davam edir. Mən yenə də təkrar etmək istəyirəm ki, migren ümumiyyətlə elə də sadə xəstəlik deyil. Bu elə bir şey deyil ki, siz həkimə getdiniz, tutaq ki, müəyyən bir nevroloqun, indi nevroloq deyirlər də, əvvəl nevropatoloq deyirdilər. Nevroloqlar bu xəstəlikləri müalicə edə bilmirlər. Çünki bu xəstəliyin, konkret migren xəstəliyinin əsasında psixoemosional səbəblər durur. Yəni bu psixoemosional səbəblər müəyyən qrup insanlarda, onlarda irsi meyilliyi varsa, migren xəstəliyinin mexanizmini işə salır və insanlar ömürləri boyu migrenden əziyyət çəkirlər. Ona görə də migreni nə nevropatoloqlar, nə adi həkimlər, nə ümumi təcrübə həkimləri, nə terapevtlər müalicə edə bilmirlər. Və son nəticədə migren xəstəliyi olan adamlar müəyyən illərdən sonra onlar özləri könüllü olaraq psixiatra müraciət edirlər ki, bizə kömək edin, biz deyir 5 ildir, 6 ildir, bəzən deyirlər 10 ildir, deyir, biz elə gedirik, həkimlərə gedirik, güclü təsirli dərmanlar yazırlar, nə bilim, bizə vəd edirlər ki, siz yaxşı olacaqsınız, bizim tutmalarımız yenə davam edir. Konkret güya migrenin müalicəsi üçün
nəzərdə tutulmuş dərmanlar var. Həmin bu dərmanlar, indi fikir verin, bu dərmanlar güya miqrenin qabağını almaq üçün, tutmanın qabağını almaq üçün, güya miqren xəstələrini müalicə etmək üçündür. Lakin sübut olunub ki, həmin o məhz miqren xəstəliyinin müalicəsində istifadə olunan və nevropatoloqların geniş istifadə etdiyi dərmanlar, onlar beyin damarlarını elə vəziyyətə salır ki, beyin damarlarında trofika pozulur. Yəni, beynin trofikası pozulur. Bəli, ağrı keçir. Amma beynin qidalanması pozulur. Yəni, bu, belə bir zəncirvari reaksiya yaradır. Yəni, ikinci, üçüncü, dördüncü, beşinci və bunun ardınca olan tutmaları daha da tezləşdirir. Fikir verin, bu dərmanlar güya onun üçün nəzərdə tutulub ki, tutmaların qabağını alsın, amma əslində bunlar tutmaların sayını artırırlar və miqreni götürmürlər. Miqrendə insanın bu miqren tutmasının səbəbini araşdırmaq lazımdır. Səbəbi də həmişə psixoemosionaldır. Yəni, insan çox ağır psixoemosional gərginlik keçirib. Məsəl üçün, qadındır, ərindən boşanıb. Cavan qadındır, ərindən boşanıb. Həmin gün onun birinci miqren tutması baş verə bilər. Və yaxud da insandır, çox yaxın adamını itirib. Bir neçə gün sonra onda miqren tutması başlaya bilər. Misal üçün, həyatdır, insanda müəyyən həyat uğursuzluqları baş verib. Tutaq ki, bunun elmi işini təsdiq eləməyiblər, buna ədalətsiz yanaşıblar, bunun haqqını tapdalayıblar, bu heç nə eləyə bilməyib. Xüsusən də Azərbaycanda bilirsiniz ki, insanın haqqını tapdalayanda insan heç nə eləyə bilmir. Çox təəssüf ki, Azərbaycanda belə bir şey var. Yəni, belə bir şəraitlərdə, belə bir situasiyalarda insanda miqren tutması başlayır. Çünki bu nədir? Bu nəyin təzahürüdür? İnsan o bariyeri aşa bilmir. O çətinlik bariyerini aşa bilmir. Çətinlik bariyerini aşa bilməyəndə də bizim dildə ona deyirlər, yəni psixiatrların dilində biz ona frustrasiya deyirik. Həmin o frustrasiya zamanı insanda həmin o miqren xəstəliyi formalaşır. Miqren xəstəliyi özü psixosomatik xəstəlikdir. Var sırf psixiatrik xəstəliklər, bir də var psixosomatik xəstəliklər. Psixosomatik xəstəliklər haqqında mən danışmışam, o haqda mən uzun-uzadı danışmaq istəmirəm. Miqren də həmin bu psixosomatik xəstəliklər qrupuna aiddir. Miqren xəstəliyinin bir dənə də xarakter xüsusiyyəti var ki, o qəflətən başlayır. Burada paroksizmallıq məsələsi var. Paroksizmallıq, yəni qəflətən başlama. Bu nəyə oxşayır? Epileptik tutmaya oxşayır. Ona görə də. Hətta bəzi həkimlər, hələ çoxdan, 17, 18, 19-cu əsrlərdə, bəzi psixonevroloqlar, psixiatrlar, onlar miqren xəstəliyini epilepsiyanın bir ekvivalent, qıcolmasız keçən epilepsiyanın bir forması kimi, yəni ekvivalent epilepsiyanın bir forması kimi qələmə veriblər. Yəni, qıcolmasız keçən epilepsiya. Yəni, biz bilirik ki, epilepsiya var qıcolmayla keçən forması, bir də var qıcolmasız keçən formaları. Bura daxildir trans vəziyyətləri, absans, ambulator avtomatizm, sonra kiçik epileptik tutmalar və eyni zamanda miqren xəstəliyi də həmin o paroksizmal vəziyyətlər qrupuna daxil olduğuna görə çox vaxt bəzi psixiatrlar, psixonevroloqlar miqren xəstəliyini ekvivalent epilepsiyanın bir forması kimi təsvir edirlər. Burada böyük bir həqiqət var, hətta mən deyərdim ki, bu təmiz bir həqiqətdir. Baxmayaraq ki, formal olaraq miqren xəstəliyi psixi xəstəliklər qrupuna daxil deyil, amma bu hardasa ortada olan bir xəstəlikdir. Yəni, psixi xəstəliklər qrupuna daxil olmasa da, fikir verin, psixi xəstəliklər qrupuna daxil deyil, amma bunu psixiatrlardan başqa heç kim müalicə edə bilmir. Bəs bu niyə belədir? Görürsünüz, burada böyük bir beynəlxalq səviyyədə yanaşma problemi var. Xəstəliklərin klassifikasiyasına
yanaşma problemi. Yəni çoxlu miqdarda xəstəliklər var ki, onlar faktiki olaraq insanın psixi durumunda olan müəyyən əngəl nəticəsində, müəyyən problem nəticəsində, hətta mən deyərdim ki, müəyyən sınma nəticəsində meydana çıxır, amma onu götürüb təbabətin başqa sahəsinə soxublar. Yəni belə deyək də, kobud şəkildə də olsa. Başqa sahəsinə daxil ediblər. Bu tamamilə səhvdir. Bunun da bu beynəlxalq klassifikasiyalar hamısı siz bilirsiniz ki, beynəlxalq xəstəliklər klassifikasiyaları, bunlar hamısı Amerikada, İngiltərədə, qlobal aləmdə, yəni dünyanı idarə edən o bir-iki böyük ölkə ki var, həmin ölkələrdə təsdiq olunur xəstəliklər klassifikasiyası. Və indi 11-ci xəstəliklər klassifikasiyası var. Məsələn, mən onu oxuyuram, orada çox absurd şeylər var. Ona görə də o həkimlər ki, bəli, klassifikasiyanı bilmək lazımdır. Lakin bizdə həkimlər var ki, Azərbaycanın özündə klassifikasiyadan başqa heç nə bilmirlər. Klassifikasiyanı bilməkdən əlavə xəstəliyin kökünü bilmək lazımdır. Əgər siz klassifikasiyanı tutuquşu kimi əzbərləmişsinizsə, klassifikasiyada yazılan şeyləri siz tibbi sənədə köçürürsə, xəstəyə elan edirsə, birinci xəstə onun başı düşməyəcək. Çünki orada o qədər qəliz şeylər var ki, onu həkimlərin özü, bəzi həkimlərin özü çox çətinliklə başa düşürlər. 11-ci klassifikasiya ümumiyyətlə həddindən artıq belə başayaq yazılmış bir klassifikasiyadır. Yəni, bundan əlavə, mən qeyd eləmək istəyirəm ki, hər bir ölkənin özünün klassifikasiyası olmalıdır. Təəssüf ki, Azərbaycanda belə şeylərə maraq göstərilmir. Azərbaycan deyir, mən müstəqil dövlətəm. Yaxşı, oldun müstəqil dövlət. Bəs hanı sənin özünün müstəqil xəstəliklər klassifikasiyan? Müstəqilliyin bir atributu da odur ki, sənin öz xəstəliklər cədvəlin olmalıdır. Xəstəliklər klassifikasyon olmalıdır. Müstəqillik o demək deyil ki, elə şəkilləri qoydun ora. Yəni, bu belədir, bu belədir. Danışdılar oradan, buradan. Bu, müstəqilliyin göstəricisi deyil. Müstəqilliyin çoxlu göstəriciləri var, faktiki göstəricilər. Onlardan biri də həmin bu klassifikasiyası. Tibbi klassifikasiyası, xəstəliklərin tibbi xəstəliklər cədvəli, tibbi cədvəl, xəstəliklərin demək, qruplaşdırılması və mən hesab edirəm ki, hər ölkədə, əgər ölkə müstəqil elan edib sözünü, hər ölkədə onun öz klassifikasiyası olmalıdır. Azərbaycanda yoxdur. İndi başqa postsovet respublikalarında da bilirsiniz ki, bütün postsovet respublikaları 91-ci ildə hamısı özünü müstəqil elan elədi. Amma bunlar başa düşmürlər ki, müstəqil demək olar. Mən də deyə bilərəm ki, mən müstəqiləm. Amma müstəqilliyin faktiki tərəfləri var. Sənin öz klassifikasiyaların olmalıdır, sənin öz elmi doktrinaların olmalıdır. Xüsusən də elm sahəsində sənin öz müstəqil yolun olmalıdır. Səhiyyə quruluşu sahəsində sənin öz müstəqil yolun olmalıdır. Əgər bunlar yoxdursa, sən hardan müstəqil oldun sən? Mən bütün keçmiş Sovet respublikalarını nəzərdə tuturam. Yəni, müstəqillik təkcə siyasi aspektlərdə deyil. Müstəqillik həm də yox, elə birinci növbədə elmi məsələlərdə özünü göstərir. Sən öz sözünü deyən sərbəst, müstəqil alimlərin olmalıdır. Onlar kəşflər eləməlidirlər. Hanı, bizdə heç 30 ildir, 40 ildir, bir dənə də yeni kəşf olunmuyub elmdə. Konkret təbabət elmində heç nə yoxdur. Heç nə yoxdur. Oradan buradan götürüblər, o götürdüklərini də çox başa düşmürlər. Mən migren haqqında, bunu mən danışıram və bunu deməkdə mənim məqsədim odur ki, migrenlə əlaqədar da belə problem var. Migren klassifikasiyada bu psixi xəstəliklərin yəni klassifikasiyaya görə psixi xəstəliklərin içərisində olmalıdır. Psixi xəstəliklər cədvəlinin içərisində olmalıdır. Amma migreni aparıb atıblar hansısa bir başqa xəstəliklərin cədvəli. Amma bunu müalicə edir psixiatrlar. Yəni hansı xəstə ki, artıq başa düşür ki, bunu psixiatrdan başqa heç kim müalicə edə bilməyəcək və bu doğrudan da belədir. Bu gəlir psixiatrın yanına, son nəticədə psixiatr ona kömək edir. Bunun nə mənası var? Bunu aparıb
formal olaraq atmaq başqa xəstəliklərin qruplaşmasını. Yəni miqren xəstəliyi bilməlisiniz ki, epilepsiya xəstəliyinin çox yüngül bir forması kimi qələmə verilə bilər. Bu çox düzgündür. Bu çox düzgün yanaşmadır. Çünki əlbəttə bu geniş epilepsiya kimi qələmə verilə bilməz. Çünki mən yenə deyirəm, epilepsiyanın çox yüngül, tutmasız keçən, yəni qıcolmasız keçən ekvivalent, çox yüngül ekvivalent forması kimi xarakterizə oluna bilər. Bunun da əsas səbəbi odur ki, paroksizmal başlayır və paroksizmal da qurtarır. Və fikir verin, tam epilepsiya tutması kimi gedir bu. Paroksizmal başlayır, birdən başlayır və xəstə qusur, rahatlanır və həmin anda da yuxu tutur xəstəni. Görürsünüz, bu tam oxşayır epilepsiya tutmasına, gedişatı. Ağırlıq dərəcəsi əlbəttə çox yüngül keçir. Migren tutması olan xəstələr çox pis vəziyyətə düşürlər. Gözlərinin qabağında müəyyən nöqtələr uçur. Qırmızı nöqtələr, müxtəlif rəngli, hətta qalüsinasiyalar ola bilər. Migren təsadüfi deyil ki, migren xəstəliyinin, gemikraniya xəstəliyinin, migren xəstəliyinin epilepsiya xəstəliyi ilə eyni olmasını sübut edən bir cəhət də var ki, migren tutması tutmamışdan qabaq xəstədə aura olur. Xəstə deyir ki, oy gözümün qabağına nəsə nöqtələr uçur. Hələ migren tutması başlamayıb. Bilavasitə tutmadan əvvəl epilepsiya xəstəliyində də belə olur. Qıcolma ilə keçən klassik epilepsiya tutmasında da belə olur. Yəni, xəstə qalüsinasiyada ola bilər xəstədə. Müəyyən xoşagəlməz fikirlər, yəni sayıqlama fikirləri də ola bilər xəstədə. Və bu məsələlər olur, aura olur. Qutaran kimi də migren tutması başlayır. Tutuma başlayır, çox dəhşətli bir tutumadır. Bəzi adamlar gəlirlər, bunlara hansısa bir savadsız həkim, başı eşinədən çıxmayan həkim, bunlara yalandan deyib ki, yəni başa düşdüyü oldu, yalandan deyəndə ki, deyib ki, səndə migren var. Bu adamın elə belə başı ağrıyır. Adi baş ağrısı ilə migreni bir-birindən ayırmaq lazımdır. Bəli, adi baş ağrıları var. Çox şiddətli baş ağrıları da var, zəif baş ağrıları. Lakin adi baş ağrısı migrenlə eyniləşdirilə bilməz. Migrəndə başın bir yarısı ağrıyır. Tutmadan qabaq aura olur. Ağrı tutma şəkilli başlayır. Tutma şəkilli də qurtarır. Və ağrı qurtarandan sonra xəstə mütləq qaytarır və dərin yuxuya getməsi tələb olunur xəstənin. Dərin yuxuya xəstə gedəndən sonra ayılanda o başqa adamdır. Yəni, sap-sağlam adamdır. Heç nə yoxdur. Migren xəstəliyinin tutmalarını tezləşdirən ən əsas faktor psixoemosional gərginlikdir. Migren xəstələri yola çıxanda mütləq özlərinə dərman götürməlidir. Çünki uzun yol gedəndə, qatarda, təyyarədə, xüsusən də maşında, uzun yol gedəndə mütləq migren tutması tutur. Ona görə də dərman götürməlidirlər. Çalışmalıdırlar yolda yuxuya geçsinlər, əgər bu mümkündürsə. Yəni, yol, ekstremal şərait, hər hansı bir həyəcan, insan növbədə dayanıb nəsə alır. Qorxur ki, ona çatmayacaq. Çox dayandı, yoruldu. Tutaq ki, olduğu yerin havası pisdir, olduğu otağın havası ağırdır. Bütün bu faktorlar əsəb gərginliyi, pis xəbər eşidir, nə bilim, bir adam ona kobud cavab verir. Bütün bu faktorlar migren tutmasının başlaması üçün provokasyon agentdir. Və siz başa düşürsünüz ki, bunları mən saydım, siz başa düşürsünüz ki, bunun hamısı da psixi faktorlardır. Psixi faktorlardır. Psixoemosional faktorlardır. Əksinə, o adam ki, tez-tez sevinir, tez-tez həyatdan zövq alır. Misal üçün, qadındır, həyat yoldaşı ilə onun münasibəti çox yaxşıdır. Onların sistematik cinsi əlaqələri olur. Bir-birinə qarşı çox yaxşı münasibət və yaxud da qadınla kişidir, bir-birindən dostluq eləyir. Onların çox tez-tez intim əlaqələri olur. Migren tutmalarının sayı azalır. Hətta migren xəstəliyi keçib gedə bilər. O qadınlar ki,
o qadınlar, xüsusən qadınlarda bu daha çox özünü göstərir. O qadınlar ki, çox gec-gec cinsi əlaqədə olurlar, onlarda miqren xəstəliyi həmişə özünü göstərir. Yəni ki, belə bir şey var. Məsəl üçün, cavan qızdır, ailə qurmayıb. Bu deyir, həmişə mənim başım ağrıyır, başım ağrıyır, başım ağrıyır və günlərin bir gündə bunda kəskin miqren tutması tutur və bu davam eləyir bunun birinci cinsi əlaqəsinə qədər. Birinci cinsi əlaqə olur kişi ilə və burada orqazm keçirir qadın və birinci orqazmdan sonra miqren uzun müddət olmur. Və bu sistematik qadın cinsi əlaqədə olursa, bunda miqren tutmaları olmur. Yəni görürsünüz, bunun hamısı bağlıdır psixiatrik məsələlərə. Seksapatologiya psixiatriyanın bir bölməsidir. Cinsi əlaqə, cinsi əlaqədən zövq alma, cinsi əlaqənin ritmi, bunun hamısı psixiatriya tərəfindən regulasiya olunan, öyrənilən məsələlərdir. Cinsi əlaqədən zövq alma, orqazm nədir? Onun fizioloji komponentləri və s. və s. Ona görə də miqren xəstəliyi məhz psixiatrlar tərəfindən müvəffəqiyyətlə müalicə olunur. Yalnız psixiatrlarda. Əlbəttə, söhbət gedir ağıllı psixiatrlardan. O psixiatrlar ki, bunu başa düşürlər. Bizdə psixiatrlar var ki, deyir, səndə miqrendir, mən deyir, miqrenə baxmıram. Bu psixiatr deyil, bu ümumiyyətlə həkim deyil, bu ümumiyyətlə mütəxəssis deyil. Mən deyir, miqrenə baxmıram. Necə yəni miqrenə baxmıram? Miqrenin əsasında psixoemosional faktorlar durur. Psixoemosional faktorlar durur. Sən necə miqrenə baxmırsan? Miqrenə baxmıram. Bu nə deməkdir belə? Miqreni məhz həkim, psixiatrlar müalicə eləyirlər. Yəni, faktiki onlardan başqa heç kim müalicə eləyə bilmir. Gəlin göndərək xəstələri başqa həkimlərin yanına. Nevroloqların, terapevtlərin, cərrahların, neyrocərrahların heç bir müalicə eləyə bilməyəcək. Burada məhz psixiatrik və psixoterapevtik, əgər lazım olsa, yardım lazımdır ki, miqren tutmaları tamamilə keçib geçsin və yaxud da çox az hallarda həmin tutmalar olsun. Miqren xəstəlik ümumiyyətlə xroniki xəstəlik kimi təsvir olunsa da, yəni epilepsiya xəstəliyin kiçik bir ekvivalenti kimi, xroniki bir xəstəlik kimi təsvir olunsa da, bunu tamamilə müalicə eləmək mümkündür. Lakin bunu tamamilə müalicə eləmək üçün xəstə mütləq həkim psixiatra müraciət etməlidir. Çünki psixiatrdan başqa heç bir mütəxəssis sizin miqreninizi müalicə eləyə bilməyəcək.